Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Gündəmin növbəti buraxılışında xoş gördük hər birinizi. The National nəşri növbəti dəfə maraq doğuran bir məsələni işıqlandırır və qəzetin məlumatına görə keçən həftə Bakıda baş verən İsraillə bağlı, İsrail səfirliyinə hücum hazırlığı ilə bağlı məsələdə həbs olunan şəxslər birbaşa olaraq İranın İŞİD Xorasan sünni cihadçıları ilə bağlı prosesdir və İran hal-hazırda məhz İŞİD Xorasan faktorundan bu bölgədə elə məxsusi olaraq Azərbaycanda sabitliyi, stabilliyi pozmaq məqsədi ilə istifadə edir. Elə bu mövzunu studiyamızın qonağı siyasi şərhçi Məhəmməd Əsədullazadə bəy ilə müzakirə edəcək. Məhəmməd bəy, xoş gördük sizi. Xoş gördük. Məhəmməd bəy, necə dəyərləndirirsiniz? İŞİD Xorasan faktoru üzərindən İran nələrə nail olmaq istəyir? Bilirsiniz ki, İran daima terörçü və proksi qüvvələrdən daima qonşu ölkələrə qarşı istifadə edir və bu müstəvidə onun kifayət qədər dırnağı arası təcrübəsi var. İraqda, Suriyada, Livanda və Azərbaycanda da qarşı bilirsiniz Hüseyniyyət terror təşkilatı yaradılışı var. Yəni bu proses var. Amma Azərbaycan təhlükəsizlik orqanları kifayət qədər bu müstəvidə Azərbaycana qarşı bu təxribatçı fəaliyyətinin qarşısını alır və bundan sonra da alacaq. Bu günlərindən hakimiyyətdə özü çətin vəziyyətdədir. Məhz qonşu ölkələrə qarşı etdiyi həmin səhvlərə görə, proksi qüvvələr, terörçü qrupları dəstəklədiyinə və yaratdığına görə. Məhz Xorasan İŞİD terror təşkilatı bilirsiniz ki, Əfqanistanda fəaliyyət göstərir və İranla sərhəddədir. Mən istisna etmirəm ki, məhz İran bundan Azərbaycana qarşı növbəti müstəvidə istifadə etsin. Məhz İsrail səfirliyinə də qarşı terrorun planlaşdırılması və Azərbaycan belə terrorçuları həbs etməsi düşünürəm ki, bu zəncir konkret olaraq məhz İrana gedib çıxmasını da mən istisna etmirəm. Və düşünürəm ki, İran bu prosesdə İŞİD Xorasandan istifadə edə bilər. Çünki İran nə qədər şiə müqavimət oxu yaratsa da kifayət qədər radikal sürülərdən də istifadə etməsi mümkündür. Necə Əfqanistanda Taliban rejimi ilə əlaqələr artıq formalaşır, isti münasibətləri var və İŞİDdən də istifadə etməsi mümkündür. Yəni İŞİD Xorasan bu müstəvidə fəaliyyət göstərməsi və Azərbaycana qarşı bu müstəvidə İranın terörçü qrupdan istifadə etməsi mümkündür. Təbii ki, İranın Cənubi Qafqaz siyasətindən imtina etməyib və yeni planlar üzərində işləyir. İndi İran Amerika ilə nə qədər böhrandadırsa, düşünürəm ki, onun Cənubi Qafqaz və Azərbaycanla bağlı planları var. Çünki onun dırnaqarası şiə terror təşkilatları yaratmaq planiflasa, uğrayıb indi daha çox sevdik və təcrübəli İŞİDdən istifadə etməyə çalışır. Amma İran buna ümid etməsin. Azərbaycan həmin terror təşkilatının üzvlərini zərərsizləşdirəcək, İranın bu planında fiyasko yaradacaq. Aydındır. Minnətdarıq sizə Məhəmməd bəy dəvətimizi qəbul etdiyiniz üçün. Sağ olun. Belə, əziz izləyicilər, qonağımız siyasi ekspert Məhəmməd Əsədullazadə idi və biz onunla İranın bölgədə terrorçu qrupları fəallaşdırmaq fəaliyyətini və eyni zamanda bu yöndə də məhz elə Azərbaycanda təhlükəsizliyə təhdid törətmək niyyətlərini müzakirə etmiş olduq. Siz isə gündəmdən xəbərdar olmaq üçün elə gündəmdə qalın.